Qəlb necə xəstələnir? Qəlb deyəndə mən bu ürəyi nəzərdə tutmuram. Hamıya yəqin ki, aydındır. Qəlb deyiləndə hədislərdə, dini mətnlərdə qəlb deyəndə ruh nəzərdə tutulur. Yəni bunu bir dəfəmlik yadımızda saxlayaq. Dini mövzularda hasan qəlbdən söz danışıldısa, qəlb haqqında danışıldısa, qəlb ruh deməkdir. İnsanın ruhu onun qəlbidir. İnsanın Quranın necə insanın qəlbini müalicə elədiyini başa düşmək üçün gərək əvvəl qəlbin özünü tanıyasan. Amma qəlbi tanımaq mümkünsüz bir şeydir. Mən ərəfə nəfsəhu, bu hədisi çox eşitmişsiniz. Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəh. Kim özünü tanısa, öz ruhunu tanısa, Allahını tanıyar. Bu hədisi çox eşitmişsiniz. Amma bu hədisdən bəlkə də bu nəticəni heç vaxt çıxartmamışsınız ki, bu hədis həm də nəyi demək istəyir? Deyir, əgər Allahı tanımaq insan üçün mümkündürsə, özünü tanımaq da mümkündür. Hədisin bir mənası da budur. Yəni, insan o iddiada ola bilərmi ki, Allahı tanıyıram tam mərifəti ilə? Bu iddiada ola bilməz. Deməli, insanın Allahı tam tanıması mümkünsüzdür. Mümkünsüz olduğuna görə, Allahı tam tanımaq mümkünsüz olduğuna görə, insanın özünü tanıması da mümkünsüzdür. Çünki buyurur, özünü tanıyan Rəbbini tanıyar. Əgər Allahı tanımaq mümkün olsaydı, özünü tanımaq da mümkün olardı. Bir halda ki, Allahı tanımaq mümkünsüzdür, tam mənasında, tam mərifəti ilə. Deməli, insanın özünü tanıması da mümkünsüzdür. Milyardlarla il, yəni milyardlar niyə deyirəm? Yəni sonsuzluqda, sonsuzluğu necə ifadə edeyim? Heç vaxt bitməyən, tükənməyən bir şeydir sonsuzluq. Allah bizə qismət eləsə, biz cənnətə getsək, orada sonsuz qalacaqdır, orada da müddət yoxdur ki, sonsuz. Milyard illər keçir, milyard illər keçir, bu sonsuzluğu adam necə ifadə eləyər? Bu qədər sonsuz müddətdə cənnətdə qalsaq, kimlər ki qalacaq, hər gün Allahı tanıyacaqlar, mərifətləri artacaq və sonsuz davam eləyəcək. Təsəvvür edirsiniz? Hər gün, hər an cənnətdə mərifət artacaq, yəni Allah tanımanın miqdarı çoxalacaq. İnsan tanıya gedəcək əbədi, sonsuz. Görün, bu nə dərin bir dəryadır. Və buradan həm də nə nəticə alırıq? İnsan cənnətdə həm də özünü tanıya gedəcək, tanıyıb qutarmayacaq. Çünki deyirək, özünü tanıdınsa, Allahı tanıdın. Özünü tanımadan Allahı tanımaq mümkünsüzdür. Bu özü çox bir dərin bir hədisdir. Vaxt yoxdur mən bunu şərh eləyəm ki, özünü tanımaqla Allahı tanımağın nə əlaqəsi var? Bu çox uzun, müfəssəl mövzudur. Amma bunu bilməyimiz bugün lazımdır ki, qəlbi tanımaq o qədər çətin məsələdir ki, yəni belə deyək, insan ki cənnətə girdi, əbədi olaraq özünü tanımaqla məşğul olacaq. Gündə özü barədə yeni mərifətə gəlib çatacaq. Hər gün bu mərifət arta gedəcək. Yəni insanın nə özünü tanıması mümkündür, nə Allahı tam mənada tanıması mümkün deyil. Allah insana əzəmətli bir ruh verib. İnsan bir şeyi başa düşsün ki, böyük bir aləm gəzdirir özü ilə. Böyük bir əzəmətli bir ruh gəzdirir içində. Onu başa düşsün. Dünən mən dedim cümə günü, dedim ki, yer kürəsi nə qədər böyüdür. Onun ruhun içinə atasan, itər batar. Biz öz qiymətimizi özümüzə verəndə cismimizlə veririk, balacayıq biz. Amma ruh bu cisimdir. Ruh bu bədəndən çıxanda aləmi əhatə eləyir. Aləmi əhatə eləyir. Cənnət ki deyirlər, yerlər, göy onun içinə sığışır. Cənnət müminin qəlbinin genişliyinin çöldəki təzahürüdür. Yəni qəlb bilirsiniz nə böyük bir dəryadır, böyük bir aləmdir. O aləmdə bütün aləmlərin hamısı qəlbə sığışar, ruha sığışar. Qəlb o qədər əzəmətli bir aləmdir, əmanətdir. Biz hamımız bilməliyik ki, nə böyüklükdə bir aləm gəzdirir içimizdə. Bütün kainat bizim ruhumuzun içində bir dənə zərrədir. Atsan yoxa çıxar. Ruh bu qədər əzəmətlidir. Bütün kainatı, yeri, göyü, Allahın yarattıqları hər bir şey, yaratdığı hər bir şey bu ruhun içine atasan iter batar. O qədər böyük bir ruhumuz var bizim. Musa aleyhissalam Allah'tan soruşur ki, ilahi mən bilirəm ki, sən heç yerə sığmazsan, sənin yerin yoxdur deyəsən filan yerdəsən. Amma birdən Musa aleyhissalam ərz eləyir Allaha,
Amma birdən sənin üçün bir yer təsəvvür eləməli olsan, ora haradır? Allah cavab verir ki, mömin bəndəmin qəlbi mənim yerimdir. Mən sığışsam, yerləşsəm bunun qəlbinə yerləşərəm. Yerlər göy məni sığışdıra bilməz. Aləmlər məni sığışdıra bilməz. Bu sözlərdə bir həqiqət var. Bilirsiniz, bunlar elə-belə söz xatirinə deyilməyib. Niyə qəlb Allahın yeridir? Yenə deyirəm, bunlar hamısı dərin mərifət tələb eləyən mövzulardır. Nə mənada? Bunu elə-belə məcazi mənada deməyiblər. Qəlblə Allah arasında nə əlaqə var? Ruhla Allah arasında nə əlaqə var? O çox dərin bir mövzudur ki, əslində elə insanın bütün Allahı tanıması qəlbinin içi ilə gedir. Yəni, insan qəlbi ilə Allahı tanıyır. İnsanın qəlbi ilə Allah arasında qəribə bir bağlılıq var. O çox dərin bir mövzudur. Amma bu hədisi niyə dedim? Quranı, qəlbin əzəmətini dərk eləmək üçün bu kifayət eləyər. Allah buyurur ki, mən sığışaram. Bu, əlbəttə, maddi mənada yox. Yəni, nə başa düşürsünüz, düşün. Mən heç yana sığmıram, amma müminin qəlbinə sığaram. İnsan qəlbi mənim məkanımdır, mənim yerimdir. Yadınızdan çıxartmayın, mən nə haqda danışıram? Mövzumuz nədir? Quran. Biz Quranın əzəməti haqqında danışırıq, elədir? Amma söz gəlir insanın əzəmətinə çıxır. Bu təsadüfdür. İstəsən Quranın əzəmətini tanıtdırasan, ünvan hansıdır insanın əzəməti? Quran insan həmahəng mövzulardır. Quranla insan arasında qəribə bir əlaqə var. Mən keçən dəfə dedim, Quran bizim qəlbimizin sözüdür. İnsan adlı varlığın içini, iç dünyasını çıxardasan, vərəqə köçürdəsən, olur Quran. Aydındır, bilməm də bundan sadə necə ifadə edir. Bizim içimizdə bu həqiqətlər ki var ki, biz ilahi ruhla dünyaya gəlmişik. O ilahi ruhda olan həqiqətləri çıxardasan, kağıza köçürdəsən, olacaq Quran-ı Kərim. Görün, əlaqə necə sıxdır bir-birinə. Qəribə bir həmahənglik var. Quranı tanımaq mümkünsüzdür tam, necə ki, qəlbi tanımaq mümkünsüzdür. Bunların heç birini tanımaq mümkün deyil. Bu, belə bir əzəmətli varlıqdır. Biz bilmirik, hər an içimizdə nələr baş verir, bu ruhda nə hadisələr baş verir. Hər söz bir dənə dalğa təlatüm yaradır. Dəniz dalğalanar, ruh belə bir, nə misal çəkim ki, zehninizdə təsəvvür formalaşsın. Hərçənd ki, mən də bilmirəm, eşitdiyimi danışıram. Əstəğfurullah, bəlkə burada oturanlardan bəzisi var, mən deyənləri görür, bilir, anlayır. Mənə də baxır, deyir ki, bu nə danışır? Amma mən çalışıram o eşitdiklərimi müəyyən bir sadə dildə sizə ifadə edirəm ki, başa düşən onsuz da başa düşür. Bəzən bu sözlər həqiqətləri xarab edir. Hərdən mən deyirəm ki, bəlkə heç bunu deməyim ki, bu söz onsuz da tam ifadə eləyə bilməyəcək. Amma hansısa bənzətmələrlə istəyirəm ruhun həqiqətini başa salam. Bir dənə görərsən, bir daş atarsan, dənizdə bir dalğa yaradar. Hər hadisə, hər söz, hər fikir ruhda belə bir təlatümlər yaradır. Ruhda müəyyən hallar yaradır. Çox incə bir varlıqdır əzəməti ilə bir yerdə. O bəzi cihazlar var, avadanlıqlar var. Deyirlər ki, toz da qonsa ziyandır ona. Tibbi avadanlıqlar var ki, dəqiqliyi ilə nəyisə göstərir. Ora girəndə xüsusi çəkmə giyindirirlər adama, yerdə toz olmasın. Bir dənə toz da ona ziyan vurub, onu işdən sala bilər. Ruh belə bir böyük əzəmətli, eyni zamanda bu qədər incə bir varlıqdır. Çox incə bir varlıqdır. Hərdən biz elə bil ki, o incə varlığı götürüb nəynənsə cızırıq. O, bizim bu günahlarımızın belə bir təsiri var. Bu qədər ruha zərər vurur. O incədir, onun üstündə gərək əsəsən. Ona toz qonmağına imkan verməyəsən. Onun paklığını başa düşən insanlar var ki, görürsən, mən bunu danışmışdım. Cümə gecəsi idi, deyə getdim şeir məclisində iştirak elədi. Şəhid Mütəhhəri bunu yazır kitabında. Şeir məclisində iştirak elədi. Haram işdə deyir. İlin, həftənin günləri içində bir dənə cümə gecəsidir ki, o gecə şeirə qulaq asmaq məkruhdur. O gecə şeirə qulaq asmaq məkruhdur. Şeir başqa vaxtlarda yaxşıdır. Cümə gecəsində məkruhdur. Deyim, mən o alimin yanındaydım, Şəhid Mütəhhəri deyir. Bu oturdu şeir məclisində. Duranda yadına düşdü ki, cümə gecəsidir. O məkruhun təsirini ruhunda deyir, elə hiss elirdi ki, o qədər titriyirdi ki, deyir, biz böyük günah eləsə elə titrəmərik. Ruh o qədər safdır ki, o saat təsirini göstərir. Məkruhun təsirini göstərir.
O qədər incə bir varlıqdır insan ruhu. Belə təsəvvür eləməliyik ki, biz o ilə davranmağın yolunu bilək. Mən danışıram, siz əməl eləyin. Mən danışmaqdan başqa əlimdən bir şey gəlmir. Sizdən xahiş edirəm ki, buna əməl eləyin. Xüsusən gənclərdən, cavanlardan xahiş edirəm. Bu xarab oldusa da düzəlməyəcək sonra. Elə təsəvvür eləyək ki, incə bir əmanət bizə veriblər ki, onunla gərək ehtiyatla davranaq. Ona görə deyir, aleykum ənfusakum, Quran buyurur. Bunu mən tərcümə eləyə bilmirəm. Yəni sizə özünüzü tapşırıram. Ruhunuzdan müğayət olun. Sizə özünüzü tapşırıram. Elə bil filan kəs sənə əmanət demirlər. Allah deyir, ruhun sənə əmanət. Sənə bunu tapşırıram. Diqqətli ol, qoyma bunu xarab eləməyə. İmkan vermə bu xarab olsun. O ki, dillərə filan şeyə qulaq asma. Bilirsən niyə deyir qulaq asma? Bilirsən nə günə qoyur insanın ruhunu? O musiqi var, o qadının səsi, qulaq asma ona. Hə? Biz başa düşmürük niyə? Allah bilir, bunun quruluşu elədir ki, buna elə şeylər təsir qoyur. Onu zədəliyir, xarab eləyir, viran qoyur. Bu ilahi əmanətdir. Bununla belə davranma. Filan yerə baxma. O bir baxış elə bilirsən, baxdın keçdi yox. O bir dənə hal yaratdı daxildə ki, onu düzəltməyə Ayətullah mərifət var, o deyirdi ki, ixtiyarsız, öz əlində olmayan haram baxış, necə yəni harama baxmaq, bir baxasan və görəsən. Görməyin təsiri bir həftə ruhdan çıxmır, görməyin təsiri. Tövbə eləyəndən sonra da. Baxmayasan, gözün görür, keçdi gözünün önündən, sənə günah da yazılmır. Çünki sən baxmamısan, keçdi. Sənə günah yazılmır, amma təsiri elədir ki, o qəlbi biraz tanıyan adamlar deyir, bir həftə tövbə eləyəsən, o təsir insanın ruhundan çıxsın, təmizlənsin insanın ruhu. Ruh belədir, hər şeyin bir təsiri var və bunu da sizə deyim ki, ruhdakı bir dəyişiklik bilirsiniz neyinir? Aləmin nizamında təsir qoyur. Ruhda bir dənə dəyişiklik olur, başımıza gələn 100 dənə hadisə ortaya çıxır, nizam yaranır ki, bax bu işlər başvura gəlməyəcəkdi. Ümumiyyətlə bunu da yadda saxlayın ki, içimizlə çöldə baş verən hadisələr arasında əlaqə var. Qəlbimizdə bir dənə dəyişiklik yarananda çöldəki hadisələr dəyişir. Müsbətə ya mənfiyə. O hadisələr ki, başımıza gəlir, onun bizim iç vəziyyətimizlə birbaşa əlaqəsi var. Filan sözü deyirəm, filan əməl eləyirəm, bilmirəm ki, içimdə nəsə dəyişməklə nə qədər iş açdım başıma, nə qədər problem çıxartdım. Bir dənə sözlü dedim. Bir dənə fikir hətta beynimdən keçdi. Yaxşı da, mənfi də, müsbət də. Bəzən bir əməldir ki, bütün taleyini insanın dəyişir. Xüsusən bu günlərdə bu mövzular mühümdür, çünki Qədr gecəsi gəlir. Qədr gecəsində içə baxıb çöldəki hadisələri tənzimləyirlər. Deyir, gələn bir illik müqəddərat təyin olunur. Bir il gələn bu ilə qədər müqəddərat. Nəyə baxıb təyin eləyir? Baxır içərdəki vəziyyətə, ruhu vəziyyət çölə çıxır, olur müqəddərat. Ruhda olan vəziyyət zahir olur, hadisələr şəklində qeyd olunur ki, bunu bu hadisələr gözləyir. Nəyin nəticəsində? İçində olan daxili vəziyyətinin inikasıdır, üzə çıxmasıdır, təzahür eləməsidir. Allahı tanımaq mümkünsüz olduğu kimi qəlbi tanımaq da mümkünsüzdür. İnsan özü-özünü heç vaxt tanımayacaq. Allah Quranda deyib, səndən ruh haqqında soruşarlar, açıq deyib, Peyğəmbərə buyurur, ruh haqqında soruşarlar, de mənim Rəbbimin sirlərindəndir, işlərindəndir. O Allah bilir, Allahı tanırsınız, onu da tanıyarsınız.